olsa paylaşım. Deməli qızlar, bugün həftənin 6-cı günüdür, ayın 11-idir. Sizin için video editləyirəm. Heç nə, kuxmanı yığışdırdım. Qapıları falan yudum. Bu yaxınlarda da eşitmişik ki, artıq ciddi evlər plana düşür. Artıq bəzi qapıları nömrələyiblər. Bir yandan sevinirəm, bir yandan da düşünürəm ki, bu qədər əziyyət çəkdik. 4 ayda usta işləyir, pilləkən tikdik, hər nəysə. Ama yine de hayırlısı Allah'tan kızlar. Yani plana düşse bizim de bir normal düzenimiz olar. Çünkü her şeyimiz çok dağınıqdır. Hiçbir şey eləmirik. Ancaq planı gözləyirik. Bütün planlarımızı, bütün arzularımızı, isteklerimizi yeni ev üçün arzulayırıq. Burada da ki nəyimiz varsa onunla qane olub yaşayırıq. Belə qızlar. Bugün sizin için təkcə mətbəxi yığışdırdım. Video video çekmişim. Tam bir yere sığmayacak kızlar. Bunu 2 yere bölüp paylaşacağım sizinle. İnşallah ki her part 1'i de part 2'inde severek izleyersiniz. Dubai səfərimiz kızlar çok güzel keçdi, maraqlı keçdi. Qeyd eləmişdim ki, yoldaşımız işi ilə bağlı gedirik. Yəni çox günü yoldaşımız işi ilə məşğul oldu. Mən də ya onunla gedirdim ya da oteldə onu gözləyirdim. Kızlar, hava dəhşət istiydi, yəni təsəvvür edə bilməyəcəyiniz qədər istiydi. Yəni təsəvvür edin ki, parnoyda da, parnoya daxil olursan 5 dəqiqə, 10 dəqiqə dözə bilirsən, 5-10 dəqiqədən sonra sərinləmək üçün mütləq ki, bir yer axtarırsan. Hətta şəhərin, yəni əsas yerlərində fayra vuran kondisionerlər demək bilmirəm, ventilyatordumu. Çok güzel bayırı serinlendirirdi. Yani esasen bu Xəlifənin yanında bayırda gəzirdin, o sərinliyi hiss edə bilirdin də, yoxsa belə gəzmək mümkün değildi. Belə qızlar, her şey çok güzel idi. Esasen aradan alışveriş etdim. Özüm için yox, əsas uşaqlar için alışveriş elədim. Xeylaq uşaqlara paltar aldım, gətirdim. Çünkü demək olar ki, yay paltarları təmiz tükənmişdi, uşaqların giyməyə belə bir şeyləri yox idi. Yaxşı geyimlər aldım, gətirdim inşallah. Gələn vloglarda nə aldığımı da sizinlə paylaşaram. Özüm için də bir şey almadım kızlar, sadəcə 1-2 don aldım. Belə, siz necəsiz qızlar? Necəsiz? Vəziyyət necədir? Mənim üçün darxan izləyicilərim var idi mi görəsən? Öpürəm qızlar sizi. Çok sağ olun ki videomu izləyirsiniz. Narahat olursunuz mənə görə. Değer verdiğiniz için her birinize sonsuz teşekkür. Hələlik kızlar.